Salam əziz dostlar, xoş gördük hər birinizi. Hələ qədim zamanlardan həm fəlsəfə dünyasında, həm dini baxışda insanlara tövsiyə olunub ki, mütləq özünüzü tanıyın. İnsanın özünü tanıması, insanın həm metafizik aləmi tanımasında, həm cəmiyyətdə nüfuz sahibi olması üçün çox vacib bir məsələdir. Bunu elə qədimdən dediyim kimi həm filosoflar anlamışdılar, həm dini motivlərdə bu mövzuya çox toxunulub, həm də müasir psixologiyada bu mövzu üzərində işlənilir. Mən bu gün elə bu mövzudan danışacağam. Nə edək, necə edək, özümüzü dərindən tanıyaq və insanın özünü tanıması insanın inkişafında və tərəqqisində nə kimi əsaslı rolu var. Özümüzü tanıyaq. Bəli, çox önəmli mövzudur deyirəm, amma bəzən elə düşünülür ki, məsələn, özünü tanı deyəndə ey insan, sənin digər canlılarla fərqin nədədir? Mövzudur. Bəli, o mövzu önəmlidir. İnsanın misal üçün başqa canlılarla fərqi nədədir? Heyvanlarla, bitkilərlə, hətta mələklərlə. Amma bu mövzu daha çox fəlsəfi mövzudur. Mən bugün sırf fəlsəfi söhbət eləmək istəmirəm. Mən eyni zamanda məsələn psixoloji tərəfinə də toxunmaq istəyirəm. Həm fəlsəfi, həm psixoloji söhbət eləmək istəyirəm. Mən istəyirəm şəxsdən danışam, bir şəxsin özünü tanımasından danışam. Nəinki bir insan övladı kimi, insan oğlunun başqa varlıqlarla fərqindən. Məsələn, mən Tofiq Əsədov. Qardaşımla fərqim nədədir? Sən məni dinləyən əziz qardaşım, əziz bacım, öz qonşunla, öz qohumlarınla, öz işçi yoldaşlarınla fərqin nədədir? İstər bu fərq istedad baxımından olsun, istər duyğu baxımından olsun, istər məntiq baxımından olsun. Hər baxımdan sən öz fərqini gərək biləsən, anlayasan. O sənə çox kömək olacaq. Sən inkişafında, sənin tərəqqündə. Bir nəzəriyyə var, Clifton nəzəriyyəsi. Orada deyilir ki, hər bir insanın 34 növ istedadın içərisində 5 istedadı var ən azından. Yəni 34 istedad kəşf olub Clifton nəzəriyyəsinə görə 34 istedad kəşf olunub. Və deyilir ki, hər bir insan ən azından bu 34 istedadın 5-inə malikdir. Bilirsiniz nə deməkdir, əzizlərim? Yəni bizim istedadsız adamımız yoxdur. Elə bir adam yoxdur ki, onda heç bir istedad olmasın. Ən azından 34 istedadın 5-inə hər birimiz malikik. İndi ola bilər birinin 10 istedadı olsun, birinin 15 istedadı olsun. Əvvəllər istedaddan söhbət açılanda elə düşünülürdü ki, istedad yəni IQ. Məsələn, birinin IQ-su yuxarıdır, riyaziyyatı yaxşı anlayır. Sonradan zaman keçdikcə gördülər, yox, istedad sadəcə IQ deyil, ikinci istedad da gəldi meydana, məşhur oldu, EQ. Yəni, insanın ictimai şuuru, emosional zəka söhbəti ortaya gəldi. Yəni, sənin cəmiyyətlə necə rəftarın sənin istedadını göstərir. Əksinə, məlum olundu ki, rəhbər olan insanlar, lider olan insanların çoxunun EQ-su yuxarıdır. Yəni, ictimai zəkaları yuxarıdır, nəinki IQ-ları. IQ yuxarı olmaq üçün, bəli, faydası budur ki, insandan yaxşı riyaziyyatçı olur, yaxşı fizikatçı olur və s. Yaxşı kəşflər eləyə bilir bu fizika aləmində, kimya aləmində və s. Amma ictimaiyyətlə rəftarda, cəmiyyəti müdiriyyət eləmək üçün, istər xırda cəmiyyətlər olsun, istər böyük cəmiyyətlər, hətta ailə də özü bir cəmiyyət, sən IQ-un yuxarı olmalıdır, emosional zəkun yuxarı olmalıdır. Sonra gəldilər, gördülər, yox, başqa bir zəka da var. Məsələn, Mövlananın irfani zəkası var. O nə IQ sayılır, nə EQ sayılır. Dedilər, aha, deməli bir dənə də zəka varımızda spiritual zəka, spiritual intelligence. Yəni mənəvi zəka,
irfani zəka, varlıq aləmini dərk eləmək özü bir xüsusi zəka istəyir. Saya-saya getdilər insanın incəsənətdə zəkası, insanın sabitlik zəkası və bəzən elastiklik özü bir zəkadır. Gördülər ki, deməli 34 dənə zəka varımızdır, 34 dənə istedad varımızdır. İndi mən bunları nəyə görə dedim? Əziz dostum, sən özünü tanısan, biləcəksən ki, bu 34 istedadın içərisindəki ən azından 5-dən pay aparmısan, ən azından ola bilər 10-u, 15-i var onda, ola bilər 20-si var onda. Əlbəttə, hamısı eyni adamda ola bilməz, çünki bu zəkaların bəziləri bəzilərindən ziddir. Amma hər halda sən balaca adam deyilsən, özünü tanı, özünü kəşfə çıx, gör səndə nə var, içindəki o cövhəri tap, içindəki o qızılı, alması tap və ona görə rəftar elə. Və bu yolda təbii ki, marağını da biləcəksən. Yəni sən deyəcəksən ki, mənim nəyə marağım var? Ona görə deyir ya, özünü tanı. Özünü tanı, yəni bax gör nəyə marağın var? Nəyə əlaqın var? Nəyə həvəsin var? Yəni heç kim səni həvəsləndirmədən öz içərində nəyə daha çox maraq göstərirsən? Özünü tanıdığın zaman sən gedəcəksən həmin marağının dalınca. İnsanlar öz marağının dalınca gedəndə adətən müvəffəq olurlar. Müvəffəq olurlar. Ən azından müvəffəqiyyətin yarısı o marağıda olur. Bəli, ola bilər müvəffəq olmayan insanlar da olmasın. Çünki orada başqa şeylər artıq əskiliyi var. Məsələn nə? Çox önəmli məsələlərdən biri, sənin o sahədə istedadın var ya yox. Ola bilər sənin bir şeyə marağın ola, amma istedadın olmaya. Ona görə deyirəm, istedadı ilk öncə kəşf elə. Sadəcə maraq kifayət eləmir. Qəti şəkildə eləmir. İstedad çox önəmlidir. Misal üçün, mənim xanəndə olmağa marağım var. Əgər mənim səs istedadım yoxdursa, doğrudan məndən xanəndə olar, əgər mənim səs istedadım yoxdursa. Mənim şair olmağa çox marağım var. İstəyirəm mən Nəsimi olam. Əgər mən 2 dənə qafiyəni bir-birinin kənarında düzüb qoşa bilmirəmsə, məndən şair olacaq. Nə olsun marağım var, nə olsun həvəsim var. Çox önəmlidir. Yəni mənim marağımın, həvəsimin yanında mən baxım görüm ona talantım da var ya yox. Və bu sahədə özünü tanımaq sahəsində ən önəmli mövzulardan da biri ki, bunu deyib bitirirəm, insanın öz duyğuları ilə tanış olmasıdır. İnsan bilməlidir ki, duyğusal olaraq necə bir varlıqdır. Misal üçün, mən paxıl insanam, yoxsa paxıl insan deyiləm. Mən mehriban insanam, yoxsa daş ürəkli insanam. Mən tələskən insanam, yoxsa aram insanam. Mən başqalarının xeyrini istəyən insanam, yoxsa başqalarının xeyrini görəndə qısqananam. Onlarla belə duyğusal mövzular var ki, insan özünü kəşf elədiyi zaman onun fərqinə varır. Ola bilər deyəsiniz ki, nə olsun ki, məsələn, mən bildim ki, mən çox qısqanc insanam, başqalarının inkişafını istəmirəm və yaxud mən çox riyakaram, elə istəyirəm hər şeyimi başqalarına göstərəm, göstərişli insanam. Nə olacaq? Heç nə. Birinci budur ki, sən öz eybləri tanıyacaqsan. Təbii ki, kənarda öz üstün cəhətləri də tanıyacaqsan. Üstün cəhətləri üzərində işlə, biraz daha da onu qabağa apar. Eyblərin də aradan aparması üçün, aradan getməsi üçün ona zaman ayıracaqsan. Məsələnin yaxşı tərəfi bax buradadır. Sən biləndə ki, sən göstərişli insansan, hər şeyi istəyirsən, başqalarına göstərəsən, gözünə soxasan, hər nəyi özü tanıyacaqsan. Deyəcəksən ki, aha, deməli mənim bu sahədə zəifliyim var. Biraz zaman ayırım özümə. Hər şeyimi, məsələn, hər gün istəyirdim, getdiyim restoranların şəklini çəkəm, göstərəm, getdiyim o bahalı dükanların, mağazaların şəklini çəkəm, göstərəm, aldığım bahalı əşyaların şəklini çəkəm, göstərəm. Bugün üçünü yox, birini göstərəcəm. Əgər hər gün birini göstərdimsə, deyəcəm, deməli mən 2 gündən bir göstərim, 3 gündən bir. Zamanla artıq o göstərişli insan olmaqdan çıxacam, təbii hal alınacaq. İnsanlar bəzən bəzi şeylərini alır, göstərir. O təbii ola bilər. Amma o çılğınlıqdan çıxardacam özümü. Bu da nə vaxt baş verir əzizim?
İnsan özünü tanıdıqda. Ona görə bu qədər hədisdə, ayədə tapşırılır ki, tanışlıqların içərisində ən gözəl tanışlıq insanın özünü tanımasıdır. Hətta məşhur hədisdə İmam Əli əleyhissalam buyurur ki, "Mən ərəfə nəfsə fəqət ərəfə rəbbə." Bir insan əgər özünü tanıyarsa, Rəbbini tanımış olar. Görürsünüz nə qədər önəmlidir mən özümü tanıya bilməyim, mənim özümü kəşf edə bilməyim. Nə qədər önəmlidir ki, İmam buyurdu, özünü tanısan, sən aləmlərin Rəbbini tanımış olacaqsan. Burada həm insanın əzəmətinə bir toxunuş var. Yəni, insan sən balaca varlıq deyilsən. Sən balaca varlıq deyilsən, sən özün bir dünyasan. Sən özünü kəşf elədiyin zaman görəcəksən ki, aha, bu qədər böyük yaranış, istər bioloji varlıq olaraq, istər ruhsal varlıq olaraq öz-özünə ola bilməz. Bu səni Allaha tərəf yönəldəcək. Öz duyğularını tanıdıqca Allaha tərəf yönələcəksən. Öz məntiqini, idrakını tanıdıqca Allaha tərəf hidayət olunacaqsan. İnsanın özünü tanıması çox vacib məsələdir insanın imanının çoxalmasında, dininin artmasında, hətta ictimai əlaqələrin güclənməsində. Sən özünü tanıdığın zaman cəmiyyətlə də necə rəftar eləməyə biləcəksən. Əgər bilsin ki, sən misal üçün tələskən adamsan, bir yerə gedirsən ki, orada işlər tələsməkdən keçmir, deyəcəksən ki, ora mənlik deyil. Mən çox tələskən adamam, orada hövsələm çəkməyəcək, problem çıxacaq. Mən istəmirəm problem yaşayam. Yəni, özünü tanıdığın zaman cəmiyyətlə də necə rəftar etməyi balanslaşdıracaqsan, tənzim edəcəksən. Ona görə hər birinizə mənim bugün duam, tövsiyəm budur. Özümə də özümüzü kəşfə çıxaq, özümüzü tanıyaq, özümüzü tanısaq, təbii ki, Allahımızı da tanıyacağıq və inkişaf edəcəyik. Allah əmanət qalın.